Ümumiyyətlə toksik münasibət yaşamısınız. Konum göndərmir. Ki mən sənin üçün hər şey eləmişəm, sən də mənim üçün eləmək məcburiyyətindəsən. Şirin sözlərə aldanmağınız. Sən də şirin sözlərə çox aldanırıq. Boş buraxırıq və qarşı tərəfdən deyir ki, yox, hər şey düzələcək. Manipulyasiya. Yaxşı olacaq. Siz Əcəm nə önərirsiniz? Məncə ayrısı qalməzdir. Məni qısqanır. Qısa geyinməyə icazə vermir. Amma bir şey var ki, mən Xəyanət var ortalıqda ki, axşam axtarıb soruşmarsın ki, nə edirsən? Ya da ki, ola bilər. 100% kimdəsə danışır ki, narahat eləməsin xanım onu. Qarğış eləyən kişi Kişi deyil məncə. xanıma nə demək istəyirsiniz? Maşallah. Mənə gəl dostluqda qısqanclıq çox düzgün bir hərəkət deyil. Məni çox istəyirsən, onu az istəyirsən. Şimdi belə söhbətlər Onunla olmamalı. daha çox görüşürsən, məndən daha az görüşürsən. Mənim şəxsən həyatımda var belə bir situasiya. Şəxsən bu situasiyada mən çox yaxşı qarşılaşmışam. Məsələn, mənim həyatımda elə bir rəfiqəm var ki, daha çox niyə o rəfiqəvə daha çox dəyər verirsən, mənə daha az dəyər verirsən. Qalereyasında o qızın şəkilləri var. Mən Eləməmişəm. bilərək və bilmərək eləmişəm. Mən Bir dəfə rəfiqəmin yaxınının rəhmətə gedəndə orada rəfiqələrim məni güldürüblər və mən məcburiyyət qarşısında çölə çıxmışam. ciddi ortamlar olur. Ən çox da yaslarda olur. Yəni gedirsən Allah rəhmət eləsin hamısına. Amin.